Ata babası ister ana babası. Ata babası İmam Hüseyin Aleyhisselam'dır. Ana babası İmam Hasan Aleyhisselam'dır. Ve o Hazret hicreti 114. ilində Zilhəcce ayının 7'sində 2 dənə rivayətə əsasən ən çox isə Hişam Lənətullahın əmrinə əsasən qətlə yetirilmişdir. Zilhəcce ayının 7'si gecəsində. Və o Həzrətin Baqir adı oradan qaynaqlanır ki, o Həzrət Baqirul Ulum, yəni bütün elmləri yaran birisi olur. Elə bir elm olmuyor ki, İmam Aleyhisselam o elmi bilməsin. Yaqubi Muharremiyyə tarixində yazır. Buyurur ki, elmin dərinliklərinə o qədər o Həzrət varid olardı ki, o Həzrətə ona görə Baqir adı verilmişdir. İbn-i Mənzur çox əzəmətli yazarlardan biridir ki, buyurur ki, Muhammed ibn Ali, ibn Hüseyin ibn Ali elm və dəryanı öz kökündən, budaqlarından qabiliyyəti və qanacağı ilə özünə ayırt edərdi ki, ona Baqir adı verilmişdir. Və bir səhabə var ki, o səhabə Cabir ibn Abdullah el-Ənsaridir. Bu Ənsari Cabir Ənsardan olan Peyğəmbər sallallahu görmüşdü, Əli əleyhisselamı görmüşdü, İmam Həsən əleyhisselamı görmüşdü, İmam Hüseyin əleyhisselamı görmüşdü, İmam Zeynəl-Abidin əleyhisselamı görmüşdü və Muhammed Baqir əleyhisselamı görmüşdü. Bu görməyinin səbəbi Peyğəmbər ona demişdi. Cabir, sən mənim ən yaxın dostlarımdansan. Mənim sənə bir sözüm var, müjdəm var. Sən çox yaşayacaqsan Cabir. O qədri yaşayacaqsan ki, mənim vilayətimin 5-sinə qədər adı mənim adıma şərik olan imama qədər yaşayacaqsan və ona çatdıqda mənim salamımı ona deyərsən. Və İmam Əleyhisselamın, İmam Muhammed Baqir Əleyhisselamın 4 yaşı olanda Kərbəlanı görür. Şeyx Tusi Əmalı kitabında yazır. Deyir, İmam Əleyhisselam Aşuranın günündə nələr ki olmuşdu, nə hadisələr ki olmuşdu, onların hamısı imamın gözünün qabağındaydı, 4 yaşındaydı. Nə hadisə yaşanmışdı Kərbəlada, 5-ci İmam Muhammed Baqir Əleyhisselam onu görmüşdü. Və Ərbəyin günü, yəni İmam Hüseyin Əleyhisselamın 40'ı idi. Xanım Zeynəb, 4-cü İmam Zeynəl-Abidin Əleyhisselam, Üsarə-i Kərbəla, yəni bütün o Kərbəlanın əsilləri azad olurlar artıq, imamın qəbrini ziyarətinə gəlirlər. Və bu ziyarətin içində İmam Muhammed Baqir də var, yəni İmam Zeynəl-Abidin oğludur. Cabir, Peyğəmbərin ki, səhabəsini sürünə gəlmişdi. Artıq gözləri yaxşı görmürdü. 90'dan çox yaşı var. Çünki Peyğəmbər ona bayatını demişdi. Cabir, nökəri Cabirə demiş ki, ağa bəs Əhl-i Beyt, Peyğəmbərin ailəsi yavaş-yavaş qəbrə yaxınlaşır. Bəlkə biz kənara çəkilər.
kənara çəkilirlər, oradakı imamla görüşür, imama salam verir, görür İmam Zeynalabdinin yanında balaca bir oğlan uşağı var. Deyir ki, bu uşağın adı nədir? Bir adı Muhammeddir. Deyir ki, mənim Səccadım, mənim imamım Cabirdir, Cabir ibn Abdullah. Deyir, mənim imamım, and olsun Allaha ki, Həzrəti Xatəm Peyğəmbər mənə vədə vermişdir. Ey Cabir, sən ölməyəcəksən, yaşayacaqsan. Mənim nəslimdən 5-ci imama qədər yaşayacaqsan və onu görəcəksən. Görəndə mənim salamımı çatdırarsan. Əyilir, Cabir onun əlindən tutub, ona beylət edir, İmam Baqirə. Beylət edir, xoş Cabirin halına yağır. Öz imamına beylət edir, onun əlini sıxır və buyurur ki, mən səni imamım olaraq tanıyıb, şəhadət ölüb, rəhmətə edib, bu dünyadan gelmək istəyirəm. Öz imamım olaraq. Və Peyğəmbər mənə vədə vermişdi və həqiqətən də o vədə yerinə getdi. Beləliklə, Həzrəti İmam Muhammed Baqir əleyhisselam orada neynədi? Cabir ibn Abdullahı da gördü. Bu iki, Həzrəti Baqir əleyhisselamın ki buyurdu, Baqirül ulum, tamam elmləri yaran, tamam elmləri bilən, elə bir elm yoxdur ki, ondan xəbəri olmayan, xəbərsiz olan, xəbərdar olmayan, bütün elmləri bilən bir imamdır. İmam Baqir əleyhisselamı heç vaxtı yolu tez-tez gedən görməmişdilər. Çox əxlaq sahibi. İmam əleyhisselamı öz atası İmam Səccad kimi yüzünü gülən görməmişdilər. Çünki o da Kərbəlanı görmüş. İmam Səccad, 4-cü İmam Zeynalabdin əleyhisselam ne cürə ki, şəhadətə çatana kimi üzünün gülməyini heç kim görmədi, təbəssüm yəni görmədilər üzündə. İmam Muhammed Baqir də 57 və ya 59 il ömür sürdü, onun heç vaxt üzünün gülməyini heç kim görmədi. Və atası Zeynalabdin əleyhisselamdan sonra 20 il təqribən imamlıq elədi, tamam elmləri bilərdi. Əməvilər kinə qəzəbin içindəydilər Peyğəmbər ayəsindən. Dərsələrlə məclislər qurardılar. Kənarda Yahudilər, Xristiyanlar, onların belə deyək ki, alimlərini çağırıb imamı tərtəliyib elmsizliyini onlara göstərmək istəyirlər. Amma İmam Baqir əleyhisselam da öz atası kimi, öz babası kimi və Əli əleyhisselam öz babaları kimi öz elmini nümayiş edərdir, onları neyniyərdir? Onları mat-mətəl qoyar. Hətta bir gün Əməvi xilafəti böyük bir məclis qurur. Məclisə böyük alimlər çağırır. Böyük alimlər çağıranda İmam əleyhisselam orada olur. Bu Yahudilərdən və ya Xristiyanların alimi durdayadan deyir ki, əgər sən Baqirül ulumsan, yəni bütün elmləri bilənsənsə, cənnəti yer üzərində ki, deyirsən, cənnət olacaq, orada insan nə isə onu ifraz etməyəcək, onu yer üzərində bizə görsən. İmam təbəssüm elədi. Dedi, bu ananın bətnidir. İnsan cənnəti, ananın bətni elə cənnətdir. Görürsən, qidalanır, amma nə olur? Onun şəfəqi yoxdur. Bu ananın bətni, İmam əleyhisselam. Onlardan biri yenə də deyir ki, sən ki deyirsən cənnətdə nə istəyirsən, yiyəcəksən, içəcəksən, bu necə ola bilər? Yəni, tükənməyəcək bunlar, tutarmayacaq bunlar, ürəyin hansı meyvələr istəyir, hər vaxt istəsən, yiysən, tutarmayacaq. Bu necə ola bilər? Məsələn, tutalım ki, Tuğba
Məsələn, Allah danışır da Tuğba adasından Quranda ki, məsələn, biz ürəyimiz istəsə cənnətə nə qədər alına gəlir? Bu alma qutarmayacaq. Bunu bu dünyada belə bir fəsli var axı. Cənnətdə də görəsən onun fəsli var. İmamı bu cürlə suallarla çaşdırmaq istəyir Yahudi və yaxud da ki, Xristiyan alimləri. İmam Əleyhisselam bunların hamısının ayrı-ayrılıqda çox hikmətlə onların suallarına cavab verir və əməlilərin bir daha o iç yüzünü belə deyək ki, üzə çıxarırdı. Və İmam Əleyhisselamın məsələn, bunu ucundan yazılar, sənəti də var bu sözün. Gəncə şəhərində İmam Muhammed Baqirin 14 yaşında bir dənə oğlu var. İbrahim bin Muhammed Baqir. Bu Gəncədə İmamzadə deyirlər. Və o, İmam Muhammed Baqirin oğlu. Diqqət edirsən mi? Salavat zikr edir. İnşallah mən daha sizin çox bu rivayəti oxuyum. Sonra İslam verir bu sözümə. Çox indi sözlər, qismət olar gələnlər. İmam Muhammed Baqirin oğlu var idi, çox narahat idi. Hətta onun dostu və ya ona xidmət edən xadimi bir gün Məkkədə həcc ziyarətində İmam Əleyhisselamın məqam-ı İbrahimi arxasında görür ki, namazdır. Namazından başını səcdədən qaldıranda görür, tamam o başını qoyduğu səcdə edib, tamam suyun içində. Sudur xariz. Yəni, o qədər İmam Baqir Əleyhisselam o da ağlayır, o qədər ağlayır. Bir o həzrətdən soruşdu ki, Yəbbə Rəsulullah, atam-anam sənə fəda olsun. Nə məsələdir? Bir oğlunun Allahdan şəfa verəməyini və bu əməvilərin əlinə keçməməyini iltimas elədim, yəni dua elədim Allahdan. Və bu qədər ki, gözündən yaş çıxdı, gəldi ki, inşallah oğlum şəfa tapar və yaxud bu əməvilərin əlindən özünə bir qədər deyəcək, yer tapar. Məsələn, orada Gəncə İmamzadəsində olanlar, orada üstündə tarix var. Məsələn, keçir, siz də oxuyun, yaxşıdır, orada yazırlar, İmam Muhammed Baqir, Şahzadə İbrahim deyirlər ona. O İbrahim imamın oğlu necə gəlir, onu necə saxlayırlar, xəstələnir. Onda yaşıdır, hədə xəstəliyindən, orada dünyasını dəyişir. İmam Əleyhisselam onun üçün çox deyişir, narahat idi və onu da indi qismət olar, onu necə gəlir, orada başqa vaxtdır inşallah danışarıq. O həzrətin Paş mütəhhər qəbri öz atası Zeynəl Abidin Əleyhisselamın, öz babası İmam Həsən Əleyhisselamın qəbrinin yanında Mədinə şəhrində Bəqi qəbrəstanlığında dəfn olunmuşdur. Mədinədə olanlar ziyarət edirlər. Allah o ananın paş qəbrini hamımıza zahir olmağı nəsib etsin inşallah. Allah Mədinədə Bəqi qəbrəstanlığında yaxından o məsumlarımızın qədrini görməyi hamımıza nəsib etsin inşallah. İmamın şəhadət gecəsidir. Bu şəhadətin bizim qəmli halətimizi, bu günləri, onun balasının, onun nəvəsinin qaim, Höccətün bin Həsən Əleyhisselamın gözləri yaşlıdır. Bizim də bu qəmli halımızı, o ağanın qəmli halına şəhid qərar versin inşallah. Allah ağanın qatili, Əbdülməlik, Hişam'a Allah rəhmət eləsin. Allah 4 dənə Əməvi xilafətinin dövrü görüb, İmam Baqir Əleyhisselam dördü də onu gah Suriya, gah Şama, gah Mədiniyə getirib sorğu-sual edirlər. Heç birindən belə deyək ki, onlar hamısı üzü qara çıxırlar. İmamın elmi o qədər güclü olur ki, İmam Əleyhisselamın elmi bir daha sübut edir bütün dünyaya və bir mədrəsəsi ondan sonra oğlu İmam Cəfər Sadiqin 4000-dən çox onun bir növrəsi İmam Muhammed Baqir Əleyhisselam qoymuşdur və onun evladı oğlu o mədrəsəni, o məktəbi 4000-dən çox tələbəni davam etdirmişdir. Bu onun elminin bariz nümunəsidir. Allah inşallah ağamızın ruhunu şad eləsin. Allah Teala ağamızın qatilini
26 may Ərəfə günüdür. Ərəfə gününün əməlləri var, qüsl almaq, oruç tutmaq, Ərəfə duasını oxumaq, 2 rükətli namaz ki var, onu qılmaq və 26 may bunu eləmək, 27-si inşallah Qurban Bayramı günüdür. Səhər saat 9-da inşallah burada məsciddə Qurban Bayramı namazı qılınacaq. İnşallah bu ayda əzəmətli bayramlardan biri var. Ona Qədir Xum bayramı deyərlər. İslamda ən mötəbər 3-cü bayramdır ki, Qədir Xum bayramı. O da iyun ayının 4-ünə çəkəcək, təsadüf edəcək. O da inşallah 4-ü axşam burada məclisimiz olacaq. İnşallah bu Zilhəccə ayını gələn il Allah hamımıza Kəbir evində, Məkkə şəhərində olmağı nəsib etsin inşallah. Amin. Ya Rəbbəl aləm. Allah hamımızdan razı olsun. Allah bu məclisi qəbul eləsin. Bütün dualarımızın müstəcabı etməyinə, qarşıdan gələn günlərimizin hamımızın üzərinə xeyir və bərəkətli olmasına səlavat